Salam değerli izleyicilerimiz. Bugün size 4 otaqda ibarət 2 mərtəbəli ev çəkib təqdim edirəm. Çəkişə başladıq evimizin ikinci mərtəbəsində. İkinci mərtəbə qalxan pilləkəndə. Bax, burada dama çıxmağa belə bir yeri var. Evimizin birinci otağıdır. Bax, belə bir otaq. Evimizin ikinci mərtəbəsi kombi sisteminə qızdırılır. Birinci mərtəbə isə boydan boya istif oldu. Bak burada yeni bir otaqda yataq otağıdır. 4 otaqdan ibarət deyil. 3 yataq otağı yuxarıda, bir qonaq otağı da aşağıda. Burada eyvan. Evimizin ikinci mərtəbə olan ayaq yolusu. Aşağıda isə həm ayaq yolu, həm də ki hamamdır. Yerləşmə yeri Masazır qəsəbəsində Cantəpədə. Tam kupçalıdır. Həm evin, həm də torpaq kupçası var. Qiymət 102.000 manat düşür birinci mərtəbəyə. Evimizin birinci mərtəbəsi. Bütün birinci mərtəbə hamısı istipoldan ibarətdir. Qoşadaş evdir. 1 ilə 2'nin arası beton monolit. Yuxarıdan beton kəməri. Qonaq otağı pəncərəsi həyətinə baxır. Təmir həqiqətən də ideal. İndi gələndə özü görəcəksiniz. Bax, burada da ki iri bir mətbəxidir. Bir daha qeyd edirəm, birinci mərtəbə hamısı istipoldan ibarətdir və hamamla ayaq yolsu. Qaz, su, işıq problemsizdir, kanalizasiya mərkəzləşdirilmiş kanalizasiya sistemi. Pilləkənin altında kladovka və burada istipolu kollektoru çıxardı evimizin həyətinə. Bu da bizim evimiz. Bax, belə bir gözəl 2 mərtəbəli həyət evidir. Tam kupça, qiymətdir ki 102.000 manatdır. Nəmişlikdən əsər əlaməti yoxdur bu evdə. Böyle bir ev. Kim alsa Allah xeyir versin.